İlk illər bizim bu müəssisəmiz yox idi. Bir dənə dafımızı 4 şərikə aldıq. Kamazımız vardı, mazımız vardı, balaca maşınımız vardı. Yığışdıq, oradan buradan satdıq. 4 şərikə bir daf aldıq. 4 şərikə bir daf alandan sonra gəldi İran, Rusiya, Azərbaycan, Rusiya. Qayınlarımla bir yerdə aldıq, qardaş qayın bir yerdə qovuşduq. Aldıq, 4 şərikə bir maşın aldıq. Müəssisədə təmir üçün sıfır şərait. Palçıq, leymə, ərazi yox. Maşın saxlamaq, böyük maşın. İlk dəfə Kamazdan İnamarkaya keçmiş, heç bir şey yox. Açın-acaqlı bir günlər. Yəni bir də 10 dənə qaykanı açmaq üçün 4 nəfər, 5 nəfər lomla güc eləyirsən, aça bilmirsən. Yəni 10 dənə qaykanı açın. Amma indi şükür Allah 16 atmosferli aparatlar altında balaca bir uşağı ver, bir dəqiqə açsın qoysun. Amma onu lomla, kvaltla vura-vura açdığımız zülümlü günlər, yəni formalaşa getdik. Ondan sonra şəriklərdən ayrıldıq. Bir dənə maşın özümüzə aldıq. Ondan sonra yavaş-yavaş artır, mərhələ maşınların sayını artırdıq. Başladı. Harada yük var? Pakistanda. Mirzava. Mən İranın bütün ərazilərin rol arxasında gəzmişəm. Suriyanı gəzmişəm, Tartus limanı. Türkiyənin bütün, Avropanın bütün. Pakistan üzərinə, İranın üzərindən tranzit olaraq Zahidan, Mirzavə, keçmişik Pakistan, getmişik Karachi limanından yüklər gələrdi. Biz Mirzavəyə keçərdik, Pakistan tərəfə keçərdik, o yükləri vurub. İl yarım Pakistandan işləmişik. Biz oralara gedəndə İranlılar deyərdi, Bəluçlar da olar. Əfqanistan və Pakistandan bir yerdə olan ərazi, İran arası Bəluçlardır. Orada qaçaq, malçılıq, narkotikin daşınması yüksək səviyyədə o istiqamətdən gəlirdi. Deyir də sizin ağlı çəkib, hara gedirsiniz? Orada insanlar qaçaqçılığından silahlı, quldur olan yerlərə siz yük daşımaya gedirsiniz. Və zaman bizi o qədər sıxırdı ki, hər bir riski göz önünə alaraq mühacirəpərəst olaraq gedirdi.